Satıcı mənə bir iş təklifi verdi. Vaxtın varsa bizim şirkətimiz üçün videolarımızı montaj et. Adi vaxt çox demirəm. 2 və ya 3 manat qoyub biraz baha qiymətə satırlar və buradan xeyir götürürlər. Sadəcə bir dənə telefonunuz oldu, bəs idi. Həm YouTube-dan, həm də şəxsin mənə verdiyi puldan pul qazanırdım. Bu 4 üsul sayəsində sən də evdən çıxmadan pul qazana bilərsən. Biraz qrip olduğuma görə səsim fərqli gələ bilər. Buna görə üzrlü hesab edin. Bəli, indi isə davam edək. Gördüyünüz kimi Temu saytı burada açıqdır. Bunu açmağında məqsəd odur ki, siz Temu üzərindən Azərbaycana real şəkildə pul qazana bilərsiniz. Bunu da necə edəcəksiniz? Baxın, əlimdə gördüyünüz bu məhsulda da olduğu kimi 85-90% məhsullar digər istifadəçilərin diqqətini çəkir. Necə yəni? Mən misal üçün bu kolonkanı nə üçün göstərdim sizə? Səbəb odur ki, bu kolonkanı mən aldığımda rayonda bunu mənim əlimdə görən 15-20 nəfər şəxsən bu kolonkadan istəyirdi ki, həm səsi yaxşıdır, həm keyfiyyəti yaxşıdır. Ondan mən də istəyirəm. Hardan almısan mənə deyə. Mən də elə sürətli şəkildə onlara qeyd etdim ki, siz narahat olmayın, mən ondan qısa vaxtda sizin üçün sifariş verib gətirəcəm. Yəni burada nə demək istəyirəm? Siz Temu üzərindən bir məhsulu alıb bazar şəklində açıb evinizdən sata bilərsiniz və bunu reklamlamaq və yaxud da digər üsullar falan çox rahatdır. Səbəb odur ki, siz bunu onsuz WhatsApp və yaxud da qohumlarınızla, tanışlarınızla istifadə etdiyiniz sosial şəbəkələrdə reklam edirsiniz. Yəni mən heç az öncə qeyd etdiyim bu kolonka misalında mən bu kolonkanı heç bir yerdə reklam falan etməmişdim. Sadəcə və sadəcə olaraq istifadəçilər bunu mənim əlimdə görmüşdü və mənə demişdi ki, mən də istəyirəm ondan. Demək olar ki, bir 15 ya 16 nəfər üçün gətirdim və orijinal qiymətindən biraz baha satdım. Misal üçün deyirəm, nümunə olaraq. Bu misal üçün 25 manatdırsa mən bunu satdım 30 manata, 5 manat xeyrə düşdüm. Yəni bu əlbəttə ki, çox xeyirdir. Əlavə olaraq da Temuda endirimlər falan da olur. Orijinal qiymətini deyib, amma Temudakı endirimli qiymətinə ala bilərsiniz. Yəni bunu edə bilərsiniz. Bu yaxşı üsuldur və əlavə olaraq yenə üsul verəcəm sizdə burada bir-iki dənə bu üsullardan istifadə etmənizi tövsiyə edirəm. Misal üçün baxın, Temuya girdiyinizdə nələr görürsünüzsə, hamısını istifadəçilərin diqqəti çəkir. Misal üçün mənim özüm elektronikaya aid əşyalarla məşğul oluram deyə baxın, Temuda ana səhifəm ancaq elektronikaya aid məhsullardır. Sizin özünüzün maraq dairəniz nədirsə, o məhsulları da gətirib satmanızı tövsiyə edirəm. Misal üçün bunu ən çox qadınlar edir. Rayon yerlərində mətbəx üçün ləvazimatlar və yaxud da qab-qacaq belə şeyləri ucuz qiymətə Temudan alırlar və gəlib üstə adi vaxt çox demirəm, 2 və ya 3 manat qoyub biraz baha qiymətə satırlar və buradan xeyir götürürlər. Və bunun yaxşı üsullarından biri də odur ki, Temudan hər hansı bir məhsulu almaq üçün, misal üçün deyək ki, 10 dənə bu kolonkadan lazımdır sizə, 10 dənə lazımdırsa burada çox pula ehtiyac yoxdur. Yəni çox adam deyə bilər ki, yox, mənim əlimdə maya dəyəri lazımdır, maya lazımdır mütləq. Narahat olmayın, maya da o qədər güclü bir şey olmağına ehtiyac yoxdur. 50 və ya 60 manata yaxın pulunuz olsa, Temudan bir qucaq məhsul sifariş verə bilərsiniz. İndi mən texnologiyadan nümunə çəkirəm. Misal üçün ekranımızda baxın, görürsüz, kolonka, AirPods, daha sonra tərəzi var burada onu, oscillator var burada onun, sonra yenə burada başqa bir AirPods var. Baxın, maşınlar üçün Bluetooth aparatı var burada, bataryaları var. Yəni hər cürə adi baxın, bu fenin belə qiyməti ucuzdur, 23 manatdır. Bundan birini gətirib o saat bilinir ki, satacaqsınız. Birinin feni yoxdur, görəcək ucuz qiymətədir, onu alacaqsınız sizdən. Yəni Azərbaycan bazarında bunun qiyməti 60-70 manatdırsa, burada 23 manata alırsınız siz. Qiymətini də qoyursunuz. Deyək ki, 28 manat biraz qaldırırsınız ki, özünüzə xeyir olsun. Bu formada gətirib satırsınız və xeyrinizi götürürsünüz və məhsullarınızda az öncə qeyd etdiyim kimi WhatsApp statuslarına, Facebookda falan paylaşın. Belə yerlərdə reklam edin ki, öz qohumlarınız, tanışlarınız görsün bunu. Satış edərkən də rahat edəsiniz. Bir də çatdırılma üsulu ilə falan məşğul olmayasınız. Ona görə də yəni bu Temu məsələsinə ən qısa zamanda yaxınlaşın. Temu falan bağlanmamış, proqram qiymətləri qaldırmamış və yaxud da proqramın başına bir iş gəlməmiş bunun pulunu qazanın. Bəli dostlar, ikinci qazanma üsulumuz isə onlayn işləyərək qazanmaqdır. İndi burada da yaxşı nümunələr çəkəcəm, məni yaxşı başa düşəcəksiniz. İndi isə baxın, gördüyünüz kimi canva.com saytını açmışam. Burada gördüyünüz kimi şəkillər var, video şəkilləridir bunlar. İndi burada sizə tövsiyə edəcəyim iş odur ki, şəkil düzəldərək, video montaj edərək, səs yazısı, səs yazaraq, daha sonra musiqilər falan yaradaraq siz buradan pul qazana bilərsiniz. Baxın, burada yenə özümə aid bir nümunə çəkəcəm. Başıma gəlmiş bir işdir, ona görə də bunu sizinlə bölüşmək istəyirəm. Mən deməli bu kompüterimi almağa gedərkən kompüteri aldığım yerdə kompüterin satıcısı, yəni böyük bir şirkət idi. Satıcı mənə bir iş təklifi verdi. Bu təklif isə montaj etməkdir. Yəni kompüterə aid məhsulları falan reklam edəcəkdim. Misal üçün bir video kartdır və yaxud da başqa bir məhsuldur. Onun haqqında məlumat verəcəyi bir video olacaqdı və o videonu mənə atacaqdı. Mən də onu montaj edəcəkdim. Yəni vaxtım varsa bizim şirkətimiz üçün videolarımızı montaj et. Bizim vaxtımız yoxdur. Satışa falan başımız qarışıb, amma videonu çəkib sənə ata bilərik. Mənim də dərslərə görə başım qarışıq olduğuna görə, yəni kollec oxuyurdum o vaxtlar.
kollec falan oxuduğuma görə dedim, yox, mən bunu bacara bilmərəm. Həm də özümün kanalım var idi. Digər kanalımla məşğul olurdum deyə bunu edə bilmədim. Yəni onsuz o kompüterin satıcıları bilirdi ki, mən bu kanalın sahibiyəm. Həm üzümü görən kimi tanıdılar, həm də ki, kompüteri alma səbəbini orada soruşurlar. Özünüz məndən bunu yaxşı bilirsiniz. Yəni belə, mənə bu təklifi verdilər. Yəni çox rahat bir şəkildə heç özüm istəmədən iş təklifi aldım. Düzdür, başım qarışıq olmasaydı şəxsən mən qəbul edərdim. Bu dəqiqədə onlarla əlaqə saxlasam, indi belə o təklifi verirlər. Yəni belə, siz yalnız burada indi montajdan danışdım. Mən yalnız montajla yox, şəkil düzəldərək, mahnı yazaraq və yaxud da süni intellekt videoları falan düzəldərək pul qazana bilərsiniz. Süni intellekt videoları haqqında da bir sürü videomuz var digər kanalımızda, yəni Texnoklub kanalında. Yəni indi burada şifahi şəkildə dedim mən, amma bunun yaxın vaxtlarda bir videosunu çəkəcəm. Buna aid bir Instagram səhifəsi və TikTok səhifəsi açacağam və süni intellektlə videolar falan atıb onu reklam edəcəm. Bu haqqda ən qısa zamanda bir videomuz gələcək. Xəbərdar olmaq istəyirsə indidən kanalımıza abunə olun. Gəlin indi keçək digər pul qazanma üsulumuza. Bəli dostlar, digər pul qazanma üsulumuz, yəni üçüncü üsulumuz isə ekranda gördüyünüz üsuldur. Yəni ekranda gördüyünüz üsul nədir? Misal üçün mənim telefonla, kompüterdən çox yaxşı anlayışım var. Yalnız telefon, kompüter deyil, digər elektronik əşyalar da daxildir buna, televizor falan yəni. Bundan anlayışım var deyə öz qaldığım rayonda anlayışı olmayan şəxslər üçün bu telefonu, televizoru, kolonkanı, kompüteri falan təmir edirdim. Təmir deyərkən yəni içini açıb problemlərini həll etmirdim. Elektronikadan getmir söhbət. Burada əməliyyat sistemindən gedir söhbət. Misal üçün televizorda kanal yığmaq, daha sonra kompüterdə olmuş bir problemi həll etmək, əməliyyat sistemi yükləmək, telefona reklamlar gəlir, onu aradan qaldırmaq, belə işlər görüb öz tələbəliyimə lazım olan pulu özüm çıxardırdım. Hətta belə bunun sübutu da göz qabağındadır. Baxın, bu Texnoklub kanalı onu bildirir. Mən bu kanalı 4 ildən çoxdur ki, idarə edirəm. Buradan videolardan özünüz görürsünüz. Yəni düzəltdiyim telefonları yalnız düzəltmirdim. Düzəldərkən icazə alırdım şəxsdən ki, düzəldə bunun videosunu çəksəm olar. O da deyir ki, bəli, çək, niyə olmasın. Çəkirdim və həmin çəkilişi YouTube-a da atırdım. Həm YouTube-dan, həm də düzəltdiyim şəxsin mənə verdiyi puldan pul qazanırdım. Baxın, burada çox yaxşı üsul verim sizə ki, siz bu işi bacarmırsınızsa belə indi qısa bir vaxtda bunu öyrənə bilərsiniz. Misal üçün birinci mən telefonla başlamışam. Telefonun falan əməliyyat sistemini öyrənmişəm. Daha sonra birinin telefonda reklamlar gəlirdi, onu gətirdi. Mən aradan qaldırmağı bilməsəm belə onun telefonunu aldım və düzəltməyə çalışdım. O dövrdə düzdür, süni intellekt falan olmasa da Google-dan falan araşdıraraq problemi həll etdim. Yəni yalnız bu yox, başqa üsullar var. Misal üçün kanal yığmaqdır. Yenə Google-dan araşdıraraq televizorun falan markasını yazıb onun problemini həll edib kanalını falan yığır. Və qarşılığında da 5 manat, 10 manat, 20 manat bu aralıqlarda mənə yenə pul verirdilər burada və mən bununla pul qazanırdım. Baxın, ən davamlı və ən keyfiyyətli gəlir yollarından biri budur. Bununla siz qazanmaq istəsəz ömürlük həmişə sizin başınızın altında pulunuz olacaq. Səbəb də budur ki, bu ömürlükdür. Özdə indiki dövrdə yaşlı nəsildə telefon falan istifadə edir deyə indiki dövrdə öz gözlərimlə görürəm ki, 2018-ə, 2017-yə əsasən indiki illərdə 2024, 2025-ə kimi illərdə daha çox yaşlı nəsil mənə telefon falan gətirir ki, bu problemi falan həll et. Ona görə də yaşlı nəsildə pulu falan çox verir. Bunu özünüz məndən yaxşı bilirsiniz. Yəni bu işə girmənizi də ən qısa zamanda tövsiyə edirəm, çünki yaxşı işlərdən biridir və pullu işdir. Bunu da nəzərinizdə saxlayın. Və dostlar, son, yəni 4-cü qazanma üsulumuzda burada TikTok və YouTube hesabları açaraq onun üzərində pul qazanmaqdır. Bunu indi videonun bütün dəqiqələrində mən qeyd etdim ki, mən bu kanalımdan pul qazanıram, oradan pul qazanıram. Bunu onsuz özünüz eşitdiniz videonun başından sonuna qədər. Yəni burada da nə cür, yəni nəydən anlayışınız varsa onun haqqında YouTube kanalı açın. Misal üçün din haqqında yaxşı məlumatınız var. Açın bir İslam dininə və yaxud da digər dinlərə aid bir kanal, çəkin videolar, qazanın oradan. Daha sonra kompüter haqqında anlayışınız var. Açın kompüterə aid bir kanal və oradan pulunuzu qazanın. Və yaxud da ən sadə üsulu deyirəm. Misal üçün əl işlərindən anlayışınız var. Yaxşı bir əl işi çıxarda bilirsiniz. Misal üçün bəzilərində görürəm salfetkadan quş düzəldir, onu çəkir atır YouTube-a. Daha sonra siqaret qutusundan vertolyot düzəldir, onu atır YouTube-a. Yəni belə şeylər belə edə bilirsinizsə, siz YouTube-dan pul qazana bilərsiniz. İlla demirəm. Yox, yaxşı yazma qabiliyyətiniz olmalıdır, danışıq qabiliyyətiniz olmalıdır. Heç birinə ehtiyac yoxdur və heç bir videoda da üzünüzü, səsinizi qoymağa ehtiyac yoxdur. Girin internetdə yazın ki, kağıtdan uçaq yapmaq. İndi Azərbaycanda deməməyimin səbəbi odur ki, Azərbaycanda çıxmayacaq video. Girin kağıtdan uçaq yapmaq yazın. Bir sürü səssiz, üstsüz və yaxud da danışıq olmadan videolar görəcəksiniz və bunu siz də edə bilərsiniz. Burada çətin bir şey yox. Sadəcə bir dənə telefonunuz oldu, bəs edir. Bu telefonu əlinizə götürəcəksiniz. Həmin düzəltdiyiniz vertolyotu, təyyarənin falan videosunu çəkəcəksiniz, atacaqsınız YouTube-a. Pul qazanmanı açıb oradan pul qazanacaq. Və ekranda gördüyünüz kimi mən birinci bu kanalı göstərdim sizə. Texnoklub YouTube kanalından da, həmçinin indi izlədiyiniz bu Nağıyev Natiq kanalından da pul qazanıram. Yəni pul qazanma videolarını bura atıram. Gəlir falan əldə etmək falan yollarını göstərirəm.
digər Texnoklub kanalında da onsuz az öncə dedim nə videolar çəkdiyimi. Yəni bunları edirəm, açıq-aşkar bunu özünüz görürsüz. Və az öncə sizə TikTok-da dedim. Bəli, TikTok üzərindən də yaxşı formada gəlir əldə edə bilərsiniz. TikTok-da da nə edə bilərsiniz? TikTok-da nə etsəz o tutacaq. Yəni belə deyək ki, düşük hərəkətlər etməyi çıxmaq şərti ilə əlavə nə etsəniz izlənəcək. Misal üçün deyək ki, ən sadə üsulu deyirəm mən sizə. Süni intellektlə videolar yaradırsınız və yaratdığınız videoları atırsınız TikTok səhifənizə. Bu yaradılan videolar izləndikcə sizin səhifənizin takipçisi qalxır. Həm o səhifə üzərindən reklam qazana bilirsiniz, həmçində az öncə bir üsul verdim ki sizə. Bəzi şirkətlər falan var, süni intellektdən anlayışı olmadığına görə süni intellektə aid olan işləri başqalarına gördürür. Bunu siz də edə bilərsiniz. Atın milyon dənə videonu ora. Yəni tez-tez video atdığınızda onsuz o səhifə böyüyəcək. Yəni bundan tamamilə arxain ola bilərsiniz. Və atdığınız o videolar birinin qarşısına çıxdığında onu görəcək, deyəcək ki, mən də bundan etdirmək istəyirəm. Kartına 5 manat, 3 manat atacağam. Sənə zəhmət bundan mənim üçün də hazırla və yaxud da sənə bir məhsul şəkli atacağam. Baxın az öncə nümunə çəkdim mən sizin üçün. Bir məhsul şəkli atacağam və həmin məhsula aid mənim üçün süni intellekt videosu hazırla və bunun qarşılığında da sənə 20 manat pul atacağam. Belə deyənlər belə var, mənim özümə belə deyilib bu. Ona görə deyirəm. Yəni buradan da pul qazana bilərsiniz. Yəni indi TikTok üzərindən dedim, amma süni intellektə getdim, çıxdım, amma yenə də əsas odur ki, TikTokdur və TikTokdan az öncəki göstərdiyim üsulla da pul qazana bilərsiniz. Baxın, telefondan, kompüterdən anlayışım olduğuna görə bunu TikTokda paylaşıram və onlayn şəkildə belə bəzilərinin telefonunu, kompüterini düzəldirəm. Mənə WhatsApp vasitəsilə görüntülü zəng edir, problemini həll edirəm, qarşılığında mənə kart atır və düzəldirəmsə əgər mənim kartıma o 5 manat, 10 manat, 3 manat bu aralarda pul göndərir. Yəni belə. Sosial şəbəkələrin hansına girsəz pul qazana bilərsiniz. Bunun içinə TikTok, YouTube, Facebook belə daxil. Bəli dostlar, videomuz bu qədər idi. İnşallah bu video sizin üçün faydalı olmuşdur. Sağda və solda izləyə biləcəyiniz videolar çıxdı. Bunlara da baxa bilərsiniz. Hətta burada TikToka aid bir video paylaşmışam. Baxsanız çox sevinərəm. Çox maraqlı videodur. Gələcək videolarda görüşərik. Dəstək üçün kanala abunə olub videoya like atın. Sağ olun, salamat qalın.